Salam değerli şagirdler ve abituriyentler. Dövlət İmtahan Mərkəzi test toplusundan izahlarımıza davam edirik. Bugün ikinci hissə test toplusundan sintaktik təhlilə aid olan, yəni cümlə və cümlə özlərinə görə təhlil bölməsinə aid olan sualların izahına baxacağıq. Bu tipli izahların tez-tez gəlməyini istəyirsə, dəstək olmaq üçün abunə olmağı, bəyənməyi və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq izahlarımıza. Demək, birinci sualı deyir ki, Cahandar ağanın dayandığı yer birdən-birə günəşin nuruna qərq oldu. Bax, qərq oldu xəbər. Ol, et ilə birlikdə. Eləmi? Nə yer? Hansı yer? Cahandar ağanın dayandığı. Cahandar ağa bir, ağanın yelik bu mənsubiyyət feil sifət tərkibidir bu. Eləmi? Sonra nəyə qərq oldu? Günəşin nuruna. Tamamlıq. Birdən-birə də nə zaman? Zərflik oldu. Demək, təyin mübtəda zərflik tamamlıq xəbər. Cavabımız oldu A variantı. İri qırmızımtıl günəş ətəyini çapıq qayanın iti ucuna vura-vura dağın arxasında gözdən itirdi. Demək, iri qırmızımtıl günəş ətəyini çapıq qayanın iti ucuna vura-vura. Demək, nə günəş? Mübtədamız oldu günəş. Hansı günəş qırmızımtıl, hansı günəş iri? 2 dənə təyinimiz var arxa-arxaya. Sonra gözdən itirdi xəbər. Frazeoloji birləşmə ikisi birlikdə olacaq xəbər. Nə zaman ətəyini çapıq, daha doğrusu dağın arxasında, harada, eləmi? Gözdən itirdi. Dağın arxasında gözdən itirdi. Necə, nə tərzdə gözdən itirdi? Ətəyini çapıq qayanın iti ucunu vura-vura. Vura-vura. Bu da oldu feili bağlama tərkibi, hamısı birlikdə zərflik. Deməli, 2 təyin, mübtəda 2 zərflik, xəbər oldu cavabımız A variantı. Öz övladlıq borcunu dərindən dərk edən insanlar. Hansı insanlar? Bax, insanlar kim? Layiqdirlər. Eləmi? Kim layiqdir? İnsanlar. Hansı insanlar öz övladlıq borcunu dərindən dərk edən feili sifət tərkibi. Hamısı oldu bir yerdə təyin. Eləmi? Sonra nəyə layiqdirlər? Alqışa. Nəyə layiqdirlər? Tərifə. Hansı alqışa? Hər cür. Bu da oldu bunun təyini. 2 tamamlıq var. Mübtəda təyin. Cavabımız burada da oldu A variantı. 3 dənə A-dan davam edirik. Günəş dağın dalında gizlənmişdi. Yer yurt axşamın bozumtul kölgəsinə bürünmüşdü. Mürəkkəb cümlədir bu. Eləmi? Gizlənmişdi nə? Günəş. Dağın dalında harada? İkisi birlikdə. Niyə gedirsən o tərəfə? Olacaq zərflik. Bunu möhkəmləndirək burada. Adıdır bu. Sonra yer yurt axşamın bozumtul kölgəsinə bürünmüşdü. Nə? Yer yurt. Axşamın kölgəsinə də hamısı birlikdə nəyə? Zərf və tamamlıq. Yerlik, mənsubiyyət. B variantı. İstirahət günü olduğundan ailə üzvlərinin hamısı evdə idi. Bax, evdə idi. Kim? Hamısı. Yox. Ailənin üzvləri, üzvlərinin hamısı. Bu ikisi birlikdə bir söz birləşməsidir. Bu yerlik, bu da mənsubiyyəti. Hamısı birlikdə oldu mübtəda, eləmi? Səbəbi nə idi? İstirahət günü olduğundan. Bu da zərflik. Zərflik mübtəda xəbər cavabın oldu A variantı. Daha doğrusu hadi A. Seyid Əzim Şirvaninin işlədiyi məclis məktəbini şəhərin ruhani idarələri himayət edirdi. Bax, himayət edirdi. Kim? Şəhərin ruhani idarələri. Şəhərin yerlik, idarələr mənsubiyyət. Eləmi? Hamısı birlikdə oldu mübtəda. Sonra demək, nəyi? Məclis məktəbini. Məclisin məktəbi. İkisi birlikdə söz birləşməsi olur. Tamamlıqdır. Hansı məclis məktəbini? Seyid Əzim Şirvaninin işlədiyi. Bu da bunun təyini. Cavabın oldu A variantı. Məsələn, burada deyəsən ancaq A-lar idi. Yox, bir dənə burada B var idi. Sağ olsun. Sonra xanəndə bu mahnını oxuyub qurtaranda. Nə zaman? Bu mahnını oxuyub qurtaranda gürültü, alqış səsləri eşidilir. Bax, eşidildi. Nə? Alqış səsləri.
Necə alqış səsləri gurultur bu təyin. Nə zaman xanəndə bu mahnını oxuyub qurtaranda. Hamısı birlikdə oldu. Zərflik, fe'li bağlama tərkibi. Sonra 7 demək zərflik təyin, mübtəda xəbər oldu D variantı. Sonra 8-ə baxaq. Doğma vətənin hər qarış torpağı əzizdir. Əzizdir. Nə? Vətənin torpağı. Özünə mənsubiyyət hamısı birlikdə mübtəda. Deyil, hansı vətən? Doğma vətən. O da oldu bunun təyin. Yəni, çox rahat bir sual. Bu tağın mövqe tutana qədər bizi ateşdən qorusun. Demək. Qorusun. Tağım. Hansı tağım? Bu tağım. Eləmi? Kimi qorusun? Bizi. Neydən qorusun? Nədən qorusun? Ateşdən. Nə zaman? Mövqe tutana qədər. Bunlar da oldu zərflik. Təyin, mübtəda, zərflik cavabın olacaq D variantı. Ana övladının şəhərin mərkəzindəki təzə məktəbdə oxumasını arzulayırdı. Arzulayırdı kim? Ana. Neyi arzulayırdı? Övladının oxumasını. Ne deyil? Bax, bu yerli ki, övladının oxuması, bu da mənsubiyyəti. Hamısı birlikdə oldu tamamlıq. Yəni sən yəlik hallı söz görürsənsə, mütləq şəkildə uşaqlar özündən sonra mənsubiyyəti tapacaqsan. Çünki yəlik hallı söz təklikdə bir cümlə üzvü olmaz. Ondan sonra mütləq şəkildə mənsubiyyət şəkildə söz gəlməlidir. Yəni, aralarına belə söz daxil ola bilər. Amma mütləq onun mənsubiyyətini tapacaqsan. Elə mübtəda tamamlıq xəbər gördüyün kimi rahat. Sonra 11. Mübtəda tamamlıq xəbər istəyir. Bugün daha çox çalışqan görünürsən. Nə zaman? Bugün. Burada mübtədanı zərflikdən başlayır. Kimə? Mənə. Yox, bir dəqiqə. Hansı təbiət? Əsrarəngizdir. Nə təbiət? Mənə ilham verən. Bir də təyindir. Söz birləşməsinə diqqət eləmək lazım. Fe'li sifət tərkibi və s. Göyün üzü yağışdan sonra açıldı. Nə zaman? Yağışdan sonra açıldı. Nə? Göyün üzü. Bu şəkildə təhlil olur. Şamxal cəsarətlə çıxış etdi. Şamxal necə nə təzə cəsarətlə, bu da zərflikdir. Əhməd bacarırdı. Nəyi? Şəkil çəkdirmə. Rahat bir sual əslində. Dədə Bəhmən çox şeylər deyibdir. Deyibdir ki, Dədə Bəhmən çox şeylərdə nə olacaqda deyil. Şərtimizə uyğun deyil. Birinci təyinlə başlamalıdır. Belə baxanda burada. Dağ çayının səsi uzaqdan eşidilirdi. Dağın çayının səsi. Hamısı birlikdə mübtəda. Vədlər, hansı vədlər? Verilən vədlər. Hələ ki şərt ödəyir. Yerinə yetirməlidir. Xəbərdə zərflik yoxdur burada. Sizə kimə? Burada da təyin deyə başlamır. Qarı, hansı qarı? Ananın sözünü dinləyən. Nə etdi? Cavab verdi. Necə nə təzə cavab verdi? Baş əyib. Cavab nə olacaq? Y variantı. Cümlələrdən hansı bu sxemə uyğundur? Sizin gəlişinizdən xəbər tutmalısınız ki, biz. Mübtəda yoxdur bu cümlədə, amma burada mübtəda qeyd olunub. Getdi. Qarşıda yenilməz qəhrəmanın əzəmətli heykəli ucalırdı. Ucalırdı nə? Qəhrəmanın heykəli. Yəni ilk mənsubiyyət. Eləmi? Hansı qəhrəman yenilməz? Əlaqəsi yoxdur gördüyünüz kimi sxemlə. Sonra yubiley gecəsində uşaqlar yaxşı çıxış edirdilər. Etdilər kim? Uşaqlar. Daha doğrusu çıxış etməkdə. Etdilər. Çıxış etdilər kim? Uşaqlar. Necə çıxış etdilər? Yaxşı oldu zərfliyi. Çünki feilə aiddir. Eləmi? Nə zaman? Yubiley gecəsində. Zərflik mübtəda sxemə uyğundur. Kollektivin qərarını. Nəyi? Kollektivin qərarını tamamlıqdan başlayır. Kim? İnsan mübtədadan başlayır. Ona görə cavabımız olmur. Aralda günbəzi ağappaq ağardılmış köhnə məqbərə var idi. Var idi nə? Məqbərə. Necə məqbərə? Köhnə. Necə məqbərə? Ağappaq demək. Ağardılmış fe'li sifət tərkibində belə deyil. Ağappaq ağardılmış. Sonra günbəzi ağappaq ağardılmış. Daha doğrusu hamısı birlikdə gedəcək.
Fe'l sifət tərkibi harada var idi? Aralıda. Bu da bunun zərfliyi. Bax, var idi, harada aralıda. Görsən bu xəbərdən sintaktik əlaqəyə getsə, deməli buradakı söz birləşməsinin tərkibində getməyəcək də. Günbəzi var idi, ağappaq var idi deyə istəyirsən ki. Belə. Zərflik, təyin, mübtəda, xəbər. C variantı. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətini dərindən yiyələnməlidir. Bax, yiyələnməlidir kim? Xalqın nümayəndəsi, yiyəliyi, mənsubiyyəti. Nəyə? Nitq mədəniyyətinə. Nitqin mədəniyyəti, bu qeyri-müəyyənlik, bu da bunun mənsubiyyəti. Hamısı birlikdə bir cümlə üzvü olacaq. Necə yiyələnməli dərindən, bu da zərfliyi. Mübtəda, tamamlıq, zərflik, xəbər. 15-dən 10-dur, A variantı. On altıda deyir ki, əsərləri yaradıcılığın son dövrünün məhsuludur. Nöqtələrin yerinə hansı söz əlavə olunsa, cümlə sxema uyğun olar. Deməli, uşaqlar, buradan məsələ nədir? Dram əsərləri. Elə bir şey qoymalıyıq ki, uyğun olmaz deyirlər. Elə bir şey qoymalıyıq ki, bax, birinci tərəf ya qeyri-müəyyənlik olacaq və yaxud da müəyyənlik bildirən yəlik olacaq. Bu i şəkilçisindən mənsubiyyət olacaq. İkisi birlikdə cümlədə bir cümlə olur. Yəni mübtəda olacaq, eləmi? Məsələn, dram qoysan, dram əsərlər, dramın əsərlər olur, eləmi? İkisi birlikdə olur mübtəda. Nizaminin əsərlər olur. Yazıçının əsərləri olur. Məshəkə əsərləri, nə? Məshəkə əsərlər olur. Səsləndirilən əsərlər, hansı əsərləri səsləndirilən? Sən bunu qoysan, bu olacaq təyin, eləmi? Nə əsərləri olacaq mübtəda? Yaradıcılığının məhsulu da yiyəlik, mənsubiyyət olacaq xəbər. Nə deyil? Yəni bu sxema uyğun gəlməyəcək. Buna görə cavab olacaq C variantı. Burada isə deyir ki, sxema uyğun olsun. Yəni sən yiyəlik halı söz artır ki, bax buradakı oğlu sözün onun mənsubiyyəti olsun. Bax onunu qoy. Onun şəhərdəki oğlu müəllimdir. Müəllimdir kim? Onun oğlu. Bax bu yiyəlik, bu da mənsubiyyəti. İkisi birlikdə bir cümlə üzrə mübtəda olacaq. Quran İslamın müqəddəs kitabıdır. Demək, İslamın yiyəlik, kitabın mənsubiyyət, ikisi birlikdə xəbər, nə? Quran. Mübtəda və xəbər. Təyin ismi xəbərə aiddir, təyin yoxdur bu cümlədə. Müəyyən şəxsdə mübtəda xəbər var. Nəqli cümlədir, məlum məsələdir. İsmi xəbərdir. Söz birləşməsi, ismi birləşmədə ismi xəbər olur, eləmi? Mübtəda isimlə xəbər söz birləşməsi ifadə olunur. Bu da doğru fikirdir. Deyir ki, sxema uyğun olan, eləmi? Əhli insan yalan sözdən utanar. Kim? Əhli insan. Mübtədadan başlayır. Xeyli insan bu müqəddəs məkanda bir yer toplaşmışdır. Kim? İnsan. Xeyli təyin. Nə qədər insan, eləmi? Nə etmişdir? Toplaşmışdır. Harada? Məkanda. Müqəddəs, təyin, bu təyin. Burada da heç birisi yoxdur. Dağların zirvəsi mübtədadır. Birbaşa mübtədadan başlayır. Atlarımızın ayaqlarının altından qalxan toz. Demək, toz, hansı toz? Atlarımızın ayaqlarının altından qalxan. Fe'l sifət tərkibi təyin. Yox idi xəbər. Artıq da ədatda artıq. Cavab olacaq D variantı. 20-yə baxaq. Birdən-birə baş vermiş hadisə insanları çaşdırdı. Hadisə, hansı hadisə birdən-birə baş vermiş? Çaşdırdı kimi? İnsanları. Tamamlıq yoxdur. Yeşikdəki almalar. Nə almalar? Hansı almalar? Yeşikdəki. Həyətin ortası da bu yiyəlik, bu da mənsubiyyət, bu da olur xəbər. Elə cavabın olacaq B variantı. Qış gecələrində bibim uşaqlıq illərimdən söhbət edir. Nə zaman? Qış gecələrində zərfliklə başlayır. Nə sacirlər dövləti mübtədadır, eləmi? Çöllərdə, hansı çöllərdə? Ucsuz bucaqlıq, ucsuz bucaqsız. Harada? Çöllərdə. Bu da zərflik var da, ondan sonra. Sonra deyəsən burada çoxdan işləyirsən. Demək, deyəsən modal sözdür. Vaqifdəki xitabdır. İstəyirsən xəbər şəklində olan feildir. İşləyirsən, indiki zamanda xəbər şəklində olan feildir. Bu doğru fikirdir. Burada yer zərfidir. Cümlənin ikinciləri üzvüdür. Bəli, yer zərfidir. Cümlə üzvü olsa zərflikdir.
Çoxdan düzəltmə zərfdir. Cümlənin zamanı zərfliyidir, düzdür. Deyəsən arzu şəklində olan feildir. Deyəsən burada modal sözdür uşaqlar. Yanlış şeydir. Vaqif isimli cümlədə tapıb doğrudur. Şərqin ali dini təhsil məktəblərində oxuyan Seyid Əzim Şirvani dünya ədəbiyyatını daha yaxşı öyrənmişdi, eləmi? Öyrənmişdi. Necə öyrənmişdi? Yaxşı öyrənmişdi. Nəyi? Dünyanın ədəbiyyatını. Kim öyrənmişdi? Seyid Əzim Şirvani. Demək, mübtəda, tamamlıq, zərflik xəbər. Axırı belə gəlir. Sonra hansı Şirvani? Şərqin ali dini təhsil məktəbində oxuyan. Feil sifət tərkibi ən görürəm. Feil sifət tərkibi hamısı bir də təyin. Demək, təyin mübtəda olan vakisdə sonra tamamlıq, zərflik bəli. Cavabın olacaq B variantı. Tikintisi 1901-ci ildə başa çatmış bu binada. Demək, harada, binada, hansı binada, bu binada, hansı bu? Tikintisi 1901-ci ildə başa çatmış. Qeyri-həmcəz təyinlər. Eləmi? Demək, nə zaman yerləşirdi? Əsrin əvvəllərində. Nə yerləşirdi? Qızlar Gimnaziyası. Siveytə mübtəda, yerləşirdi xəbər. Demək, təyin, zərflik. Təyin, zərflik. Təyin, zərflik, təzən zərflik, təzən mübtəda, təzən xəbər. Oldu 23-də Y variantı. Hansı cümlənin sintaktik təhlili iki cür düşünülə bilməz? Sədr Rövşəni təriflədi. Bir var tərifləyən sədrdir. Kimi təriflədi Rövşəni? Bir də var o Sədr Rövşəni təriflədi. Kimi Rövşəni? Hansı Rövşəni? Sədr Rövşəni. Sədr olan Rövşən, yəni. Sonra qoca maralı meşədə çox axtardı. Axtardı kim? Qoca. Eləmi? Və yaxud da axtardı nəyi maralı? Hansı maralı? Qoca maralı kim axtardı? O. Mübtədan bu cür düşünürsən, qoca olur təyin. Sonra burada da mühəndis Mirsəliyevlə qohumdur. O mühəndis Mirsəliyevlə qohumdur. Qohumdur kim? O kimlə Mirsəliyevlə? Hansı Mirsəliyev mühəndis? Və yaxud da deyəsən ki, mühəndis qohumdur. Kim qohumdur mühəndis? Kimlə Mürsəliyevlə? İki cür düşünə bildim. Dəri gödəkçi ona yaraşmır. Bu bir cür düşünülür elə. Bax, şair çağırdı. Çağırdı kim? Şair. Kimi? Hüseyni. Və yaxud da deyəsən ki, çağırdı kim? O. Kimi çağırdı? Hüseyni. Hansı Hüseyni çağırdı? Şair Hüseyni. Şair olan Hüseyni. Eləmi? Bu da iki düşünə bilər. Cavab oldu deyə. Sonra verilmiş cümlənin sintaktik təhlil sxemini müəyyən edək. Sahil boyu səpələnmiş kənd evlərinin işıqları, həyətdə qalan ocaqların közərtiləri də yavaş-yavaş söndü. Söndü, necə söndü? Yavaş-yavaş zərflik. Eləmi uşaqlar? Nə? Ocaqların közərtiləri. Hansı ocaqların? Həyətdə qalan. Söndü. Sonra nə? Kənd evlərinin işıqları. Mübtəda hansı kənd evlərinin sahil boyu səpələnmiş. Təyin mübtəda, təyin mübtəda. Təyin mübtəda zərfli xəbər. O 25-də olacaq. Y variantı. İşığı təzəcə yandırılmış 2 mərtəbəli evin eyvanından qızı Telli onu səslədi. Səslədi. Kim? Telli. Hansı Telli? Qızı Telli. Kimi səslədi? Onu səslədi. Eləmi? Hardan? Evin eyvanından. Hansı evin 2 mərtəbəli? Hansı 2 mərtəbəli? İşığı təzəcə yandırılmış. Bir təyin, ikinci təyin. Qeyri-həmciz təyinlərdir. Təyin zərflik. Eləmi? Təyin, mübtəda, tamamlıq, xəbər 26-dan olacaq D variantı. Kərpicdən tikilmiş yeni binanın damında ağ göyərçinlər balalarını bəsləyirdi. Bəsləyirdi kim? Göyərçinlər. Hansı? Nəyi bəsləyirdi? Kimi bəsləyirdi? Balalarını. Tamamlıq. Hansı göyərçinlər? Ağ göyərçinlər. Demək, harada? Binanın damında. Bu da oldu zərflik. Hansı binanın? Yeni. Hansı yeni? Kərpicdən tikilmiş. Bu da qeyri-həmciz təyinlərdir. 1-2 təyin, sonra zərflik, 2 təyin, sonra zərflik, sonra təyin. Mübtəda tamamlıq xəbər oldu C variantı.
Həyata, insanlara nikbin gözlə baxan şair heç vaxt kədərli üzləşmir. Üzləşmir kim? Şair. Nə zaman heç vaxt? Ha, demək üzləşmir nə ilə? Kədərlə. Bu şəkildə arxa olur. Hansı şair? Həyata, insanlara nikbin gözlə baxan. Feil, sifət, tərkibi. Oldu da təyin. Təyin mübtəda zərflik. Təyin mübtəda zərflik. Tamamlıq xəbər. 28-də oldu. A variantı. 29-a baxaq. Bülbül susub meşənin sükutunu dinlədi və oğlana baxaraq yenidən fəryad qopardı. Fəryad qoparan kimdir? Bülbül. Eləmi? Dinlədi. Nəyi? Meşənin sükutunu. Nə tərzdə dinlədi? Susub dinlədi. Feil bağlamadı. Demək, nə tərzdə fəryad qopardı? Oğlana baxaraq. Deyil. Bülbül mübtədadır. İsimlə ifadə olmuşdur. Düzdür. Səndən nə istəyir? Uyğun fikirlər istəyir, eləmi? Bir oldu uyğun. Oğlana tamamlıqdır. Yox, oğlana baxaraq ikisi birlikdə feili bağlama tərkib. 2 getdi. 2 getdi, 2 getdi. Meşənin sükutunu zərflikdir. Yox. Nəyi? Pozdu. Meşənin sükutunu. Yanlış fikir istədiyi üçün 3-ü götürəcəm. Yenidən zərflikdir, ifadə vasitəsi zərfdir. Düzdür. Yenidən zərflikdir, ifadə vasitəsi zərfdir. Bu da doğru fikir. Səndən yanlış istəyir bu tərəfdən, ona görə 3. Bu tərəfdən doğru olan götürsən, cavabın olur 1 və 3 B variantı. Kəndin qərbindəki dayaz dərələr yaz gələndə göy otlarla örtülər. Örtülər nə? Dərələr. Hansı dərələr? Dayaz. Hansı dayaz? Kəndin qərbindəki. Nə zaman? Yaz gələndə. Nə ilə örtülərdə? Otlarla. Hansı otlarla? Göy. Yenə deyil. Təyin, təyin, mübtəda, zərflik, təyin, tamamlıq xəbər oldu Y variantı. Tez-tez yağan yağışlar payızda məhsulun bol olacağından xəbər verirdi. Demək, xəbər verirdi. Nə? Yağışlar, hansı yağışlar? Tez-tez yağan. Burasını tutduq. Demək, xəbər verdi. Nədən? Məhsulun bol olacağından. Nə zaman? Payızda. Demək, təyin, mübtəda, bir dəqiqə, təyin, mübtəda, tamamlıq xəbər, zərflik yoxdur. Tez-tez yağan yağışlar payızda məhsulun bol olacaq. Payızda məhsulun bol olacağından hamısı birlikdə. Payızda xəbər verirdi, olmur axı, xəbərlə sintaktik əlaqəyə girmir. Ona görə bu söz müstəqil cümləci ola bilmir. Bəli. Hamısı birlikdə tamamlıq. Cavab oldu Y variantı. Cavan tacir bu barədə əvvəlcədən düşünmədiyi üçün xırda pul götürməmişdi. Demək, kim tacir götürməmişdi? Nə götürməmişdi? Nəyə götürməmişdi? Pul götürməmişdi. Tamamlayıq. Sonra. Necə pul? Xırda pul. Bu da oldu təyin. Nə üçün? Bu barədə əvvəlcədən düşünmədiyi üçün. Oldu zərflik. Transtacı zamanında bunu belə. Demək, təyin olacaq. Sonra mübtəda olacaq. Sonra zərflik olacaq. Sonra təyin olacaq. Sonra tamamlıq olacaq. Sonra da xəbər. Oldu D variantı. Zərdabi kənddə yaşadığı vaxt tərcüman qəzetini müntəzəm alırdı. Alırdı. Kim? Zərdabi. Nə zaman? Kənddə yaşadığı vaxt. Bir dəqiqə, vaxt. Kənddə tərcüman qəzetini. Nəyə alırdı? Tərcüman qəzetini. Necə nə tərzdə alırdı? Müntəzəm. Sonra. Belə. Nə qaldı burada? Ha, kənddə yaşadığı vaxt zərflikdən. Demək, mübtəda, zərflik, tamamlıq, zərflik, xəbər. Mübtəda, zərflik, AC, sonra nə var? Tamamlıq, zərflik, xəbər, tamamlıq, zərflik, xəbər, A variantı. Burada artıq zərflik yoxdur. Sonra
Saxta adamlarla dostluq etmək düşmənlərlə dostluq etməkdən qorxuludur. Qorxuludur. Nə? Saxta adamlarla dostluq etmək. Məstər tərkibi mübtəda. Sonra nədən? Düşmənlərlə dostluq etməkdən, bu da tamamlıq. Məstər tərkibi. İki məstər tərkibi var. Biri mübtəda, biri tamamlıqdır. Mübtəda tamamlıq xəbər sxemində olduğu B variantında. Şəhərə qaydanda Əhməd dostluq ilə getməyə ehtiyac duydu. Demək ki, Əhməd nə zaman şəhərə qaydanda? Eləmi? Sonra nəyə ehtiyac duydu dostluq ilə getməyə? Ehtiyac duymaqda xəbərdə olması. Demək, zərflik, mübtəda, tamamlıq və xəbər, eləmi? C variantı. Piri kişi Qaraca qızın Ağca xanımla gizlin görüşüb dostluq etməsinə razı değildi. Kim? Piri kişi. Nəyə razı değildi? Dostluq etməsinə. Necə, nə tərzdə? Qaraca qızın Ağca xanımla gizlin görüşüb. Görüşərək. Nə deyil? Mübtəda zərflik olar, yoxsa mübtəda zərflik tamamlıq xəbər sxemi yoxdur. Bir dəqiqə təzədən baxaq. Demək, razı değildi kim? Piri kişi. Bu məlumat. Elə mübtəda və xəbər bəllidir. Sonra hamısı birlikdə görüşərək dostluq etməsinə. Hamısı birlikdə məstər tərkibi olacaq. Etməsi. Məstərdə bu. Çünki Qaraca qızın Ağca xanımla gizlin görüşüb razı değildi. Xəbərlə yenə sintaktik əlaqəyə girmədi. Ona görə bunu ayrıca müstəqil cümləyə götürmürəm. Mübtəda tamamlıq xəbər sxemi 36 olacaq. C variantı. Sxeminə uyğun gələn cümləni müəyyən edilir. Aqil səbirli ovçu kimi şikarın lap yaxınına buraxdı. Şikarını kim buraxdı? Aqil mübtədadan başladı. Hava işıqlandıqca göy üzü açıq çəhrayı rəngi boyandı. Nə? Göy üzü nə zaman? Hava işıqlandıqca. Elə boyanır bu xəbər. Nəyə rəngə? Hansı rəngə? Açıq çəhrayı. Sxemə uyğun gəldi elə. Cavab B variantı. Kim? Cəfər əmi mübtədadır, eləmi? Gənc ifaçıların müsabiqəsi. Nə? İfaçıların müsabiqəsi hansı ifaçıların gənc? Da getdi. Şuşanın kəhrizlərindən zərflik. Yay, qış, axır nə? Su. Mübtəda tam xəbərin yanındadır burada. Uyğun deyil. Görüş başa çatdıqdan sonra nə zaman? Zərflikdir. Jurnalistlər üçün mətbuat konfransı keçirildi. Deməli, keçirildi nə? Mətbuat konfransı. Bu oldu mübtəda xəbər. Nəmi? Kim üçün? Jurnalistlər üçün. Belə deyək də, hansı jurnalistlər? Xarici. Belə daha uyğundur. Nə zaman keçirildi? Görüş başa çatdıqdan sonra. Hamısı bir də zərflik. Demək, zərflik təyin, tamamlıq, mübtəda xəbər. 38-də cavabı A variantı. Şüşə qablarda saxlanılan xırdaca balıqlar Mədinənin evinin yaraşığı idi. Bax, Mədinənin yiyəlik, evi mənsubiyyət. Təzədən evinin yiyəlik, yaraşığı mənsubiyyət. İddia özünə və sözlə birlikdə xəbər. Yəni, Mədinənin evinin yaraşığı idi, hamısı xəbərdir. Nə balıqlar? Hansı balıqlar xırdaca? Hansı balıqlar şüşə qablarda saxlanılan? Fe'l sifət tərkibidir bu. Qeyri-həmciz təyinlə. Bir təyin, iki təyin. Demək, iki təyin, mübtəda xəbər. Cavab nə olacaq? 39-da D variantı. Xanın kəsmə şikəstəsi otağa dolduqca hamını fərəh bürüdü. Demək, xanın yiyəlik mənsubiyyət. Nə? Demək, fərəh bürüdü. Nə zaman? Kimi hamını otağa dolduqca da zərfliyimiz. Elə deyil. Mübtəda zərflik, tamamlıq xəbər. 40-da da cavabımız olacaq. Bir dəqiqə. Mübtəda zərflik, tamamlıq xəbər. Bir dəqiqə, xanın kəsməsini biz niyə mübtəda götürük? Xanın kəsməsi fərəh bürüdü. Mübtəda xəbər aslında əlaqə yoxdur. Bir dəqiqə, bürüdü nə fərəh? Mübtəda bunun yanında deyil. Kimi hamını
Ha, bunlar hamısı birlikdə zərflikdə. Fe'li bağlama tərkibi. Dıqca. Oh, cavab olacaq. Zərflik tamamlıq mütləq xəbər. Bu zaman sanki dağların ürəyinin içindən qaynayıb qalxan mahnı eşitdi. Eşitdi. Kim? Bəlli deyil, mütləq yoxdur. Nəyi eşitdi? Mahnını eşitdi. Hansı mahnını eşitdi? Dağların ürəyinin içindən qaynayıb qalxan. Fe'li sifət tərkibi, eləmi? Təyin. Nə zaman? Bu zaman. Sanki deyil ki, burada söz. Demək, zərflikdir, təyindir, tamamlıq xəbər. Cavab olacaq Y variantı. Torpaqlarımızın azad edilməsi oğullarımızı böyük fədakarlığının nəticəsidir. Bax, oğullarımızın yeğlik, fədakarlığı mənsubət. Təzədən yeğlik, təzədən mənsubət. Yəni, hamısı birlikdə xəbər. Nə? Torpaqlarımızın yeğlik, azad edilməsi mənsubət. Cümlə mübtəda və xəbərdən ibarətdir. Tamam. Müəyyən şəxs cümlə düzdür, nəqli cümlə düzdür. İkinci dərəcə üzrə iştirak edir, yanlışdır. 42-dir. C variantında mübtəda söz birləşməsi ifadə olunub, xəbər ismi birləşməsi ifadə olunub, düzdür. Sonra sxema uyğun gəlsin deyir. Qabaqda gedən çiyni qızıl quşlu atlı boy buxundan uşağa oxşayırdı. Kim? Atlı. Eləmi? Hansı atlı? Çiyni qızıl quşlu qabaqda gedən. 2 dənə təyin olacaq burada. Qeyri-əmrsiz təyinlər. Uyğun gəlmədi, eləmi? Gənc həkim monoqrafiyaya diqqətlə baxdı. Kim? Həkim. Hansı həkim? Gənc həkim. Necə baxdı? Nə tərzdə baxdı monoqrafiya? Diqqətlə nəyə baxdı monoqrafiyaya? Bu tamamlıqdır. Belə getdi. Vəziyyətin belə dəyişməsindən vahiməyə düşən Xosrov bəy uşaqları görəndə o saat duruxdu. Kim? Duruxdu kim? Xosrov bəy. Eləmi? Hansı Xosrov bəy? Vəziyyətin belə dəyişməsinə vahiməyə düşən. Fe'li sifət tərkibi, eləmi? Olacaq təyin. Nə zaman duruxdu uşaqları görəndə? Nə zaman? O saat. Belə cavabımız olacaq C variantı. Milli mənlik şuurunun yüksəldilməsi. Nə? Milli mənlik şuurunun yüksəldilməsi. Mübtədadır. Uzun sıx 2 dənə təyin. Getdi. Ağabəyim Ağa Məhəmməd bəydən aralanıb küskün halda ağaca söykəndi. Kim? Ağabəyim Ağa. Eləmi? Nə tərzdə? Nəyə söykəndi ağaca? Birinci belə deyək. Eləmi? Necə söykəndi? Küskün halda. Məhəmməd bəydən aralanıb da fe'li bağlama tərkibi. Mübtəda zərflik. Eləmi? Tamamlıq xəbər. 44-də olacaq B variantı. Fərhad məsələnin həlli üsullarını bir-bir analiz edib, beynindən keçirincə ona verilmiş vaxtda başa çatdı. Başa çatdı nə? Vaxt. Hansı vaxt ona verilmiş? Təyin, mübtəda xəbər, axırdır. Nə zaman? Fərhad məsələn həlli üsullarını bir-bir analiz edib, beynindən keçirincə. Fərhad başa çatdı olmazda hamısı birlikdə olacaq tərkibin daxilində. Eləmi? Fərhad məsələn həlli üsullarını bir-birini analiz edib beynindən keçirincə. Ancaq şəkil fe'li bağlama tərkibi oldu. Hamısı zərflik. Belə. Zərflik, təyin, mübtəda və xəbər. Oldu D variantı. Fəridənin uğurları heç də təsadüfi deyildi. Təsadüfi deyildi. Nə Fəridənin uğurları? Səndən nə istəyirsə fikir istəyir. İkinci dərəcədə iştirak etməmişdir. Bu doğrudur. Şəxsiz cümlədir. Mübtəda yox idi, deyil. Yox, Fəridənin uğurları təsadüfi deyil. Mübtəda var, xəbər var. Nə deyil? Şəxsiz cümlə. Şəxsiz cümlə də müəyyən şəxs cümlə. Cümlə özlərdən biri söz birləşməsini ifadə olunur. Fəridənin uğurları nəqli cümlədir. İsmi xəbərdir, düzdür. Qalanın quzey divarları çayın sahilindən açıq aydın görünür. Demək, görünürdü nə? Qalanın yeğlik divarı. Çayın sahilindən.
necə görür açıq aydın. Haradan kainat sahilinə. Mübtəda zərflik xəbər. 47 olacaq C variantı. Daşların arasından dağdan dolu dağdağan nə? Daşların arasından dağdağan kolu aşağıya doğru sallanmışdı. Xəbər oldu sallanmışdı, eləmi? Hara aşağıya doğru sallanmışdı. Nə? Dağdağan kolu. Hardan? Daşların arasından. Zərflik mübtəda, zərflik xəbər. Oldu bir variant. Onun adını hələ də hörmətlə anırıq. Anırıq kim? Biz. Necə anırıq? Hörmətlə. Nəyi? Onun adını hələ də zərflik. Məqsəd və intonasiya görə nəqli cümlə düzdür. Bu sxemi uyğundur. Gördük ki, bəli, uyğun imiş. Xəbər birinci şəxsin cəmindədir. Anırıq kim? Biz. Birinci şəxsin cəmindədir. Xəbər də birinci şəxsin cəmindədir. Müəyyən şəxs cümlədir. Düzdür. Mübtədən bərpa edə bilirsən. Eyni məna növünə aid. Yox. Tərzli, bu da zaman. Eyni məna növü deyil. Cavab Y variantı. Onu qorxudan oğlunun hədsiz dəcəlliyi idi. Demək. Onu qorxudan oğlunun dəcəlliyi. Bax, bu yəli, bu da mənsubiyyət. Nə? Onu qorxudan. Mübtəda xəbərdən ibarətdə sxem. Bəllidir. Olacaq sadəcə B variantı. Onu həddindən çox təəccübləndirən Əhmədin yumoru başa düşməməsi oldu. Demək, Əhmədin yumoru başa düşməməsi oldu. Hansı bir xəbər, eləmi? Bu, bununla birlikdə Əhmədin başa düşməməsi də söz birləşməsi. Demək, onu həddindən çox təəccübləndirən. Elə bu da mübtəda və xəbərdən ibarətdə. Fe'li sifət tərkibində, bu da mübtəda. B variantı. Öz tarixini bilməyən xalq başqa xalqlara yem olur. Yem olur. Kim xalq, hansı xalq öz tarixini bilməyən. Kimə xalqlara, hansı xalqlara başqa. Təyin mübtəda, eləmi? Təyin mübtəda, təyin tamamlıq xəbər. C variantı. Sonra Dövlət Dumasının üzvü Mustafa Mahmudov Mizərk və Sabit'in dostluq etdiyi müəllimlərdən biri idi. Demək, müəllimlərdən biri idi. Dövlət Dumasının üzvü Mustafa Mahmudov, hansı Mustafa Mahmudov? Dövlət Dumasının üzvü. Sonra təyin mübtədamız burada var. Müəllimlərdən biri idi. Hansı müəllimlərdən? Ələkbər Sabirin dostluq etdiyi. Fe'li sifət tərkibi də burada olacaq təyin. Cavab Y variantı. Ata namusunu hər şeydən uca tutan Uruza anasının oğul dağını özünə dərd eləməsi xoş gəlmədi. Nə deyər? Ata namusunu hər şeydən uca tutan Uruza anasının oğul dağını özünə dərd eləməsi xoşa gəlmədi. Demək, xoş gəlmədi. Xəbər. Demək, nə? Oğul dağını özünə, anasının oğul dağını özünə dərd etməməsi. Mübtəda xəbər. Kimə xoş gəlmədi? Uruza. Hansı Uruza? Ata namusunu hər şeyini uca tutan. Bu da bunun təyini. Fe'li sifət tərkibi təyin. Demək, təyin tamamlıq mübtəda xəbər. Cavab oldu C variantı. Səmada batmaqda olan günəşin qıpqırmızı son işıqları əriməkdə idi. Demək, günəşin işıqları mübtəda, yəlik və mənsubiyyət. Əriməkdə idi xəbər. Hansı səmada batmaqda olan? Çox rahat bir cümlə. Təyin mübtəda xəbər. Oldu D variantı 55-də. Ürəkdən qopan kədər bədəndə soyuq cəryan kimi yayıldı. Demək, yayıldı. Nə? Kədər, hansı kədər ürəkdən qopan bədəndə necə yayıldı? Nə tezdən soyuq cəryan kimi. Bu cümlə necə çox danışdı. Buraxılışda hardasa görmüşdüm desəm bunu. Demək, təyin, mübtəda, tamamlıq,
Soyuq cəryan kimi yayıldı. Hansı cəryan kimi soyuq cəryan. Bunların ikisini birlikdə götürdük. Təyin xəbər. Cavab B variantı. Bunların ikisini bir götürməyim üçün bir şey yoxdur axı. Yəni ismi birləşmədi, amma yiyəlik deyil, mənsubiyet deyil, fe'l sifət tərkibi deyil, fe'l bağlama tərkibi deyil. Yük maşınları dalbadal daş, ağac, qum daşıyırdı. Daşıyırdı nə? Yük maşınları, nəyi? Daşı, ağacı, qumu. Burada həmciz tamamlıqlarımız vardır. Demək, 3 tamamlıq necə nətədir? Dalbadalda zərflik. Cavab oldu E variantı. Bölgəyə gəlmiş mütəxəssislər minalanmış sahələri dərhal müəyyənləşdirirlər. Müəyyənləşdirirlər kim? Mütəxəssislər. Hansı mütəxəssislər bölgəyə gəlmiş? Nəyi sahələri, hansı sahələri minalanmış? Necə müəyyənləşdirdilər? Dərhal. Demək, tam təyin, mübtəda, təyin, eləmi? Təyin, mübtəda, təyin, tamamlıq zərfli xəbər oldu. B variantı. Biz qalın meşədən keçərkən günəş qərb tərəfdəki dağların arxasına keçmişdi. Demək, xəbərimiz nədir? Keçmişdi, nə? Günəş. Eləmi? Mübtəda var, xəbər var. Nə zaman? Biz qalın meşədən keçərkən. Oldu, bu da zərflik. Eləmi? Zərflik mübtədamız var. Hara keçdi? Dağların arxasına. Hansı dağların qərb tərəfdəki? Bu da oldu təyini. Zərflik mübtəda təyin. Eləmi? Bir də zərflik xəbər. Oldu, cavabımız B variantı. Bu sözlər kürədə qızardılmış kömür kimi tapdığı yandırıb yaxırdı. Demək, yandırıb yaxırdı. Kimi tapdığı, eləmi? Necə yandırırdı? Kömür kimi. Nə bu sözlər? Yox, bir dəqiqə. Nə sözlər? Eləmi? Hansı sözlər? Bu sözlər. İkisini birbirinə götürək ki, bu sözlər. Necə yandırırdı? Kömür kimi dedik. Hansı kömür kimi? Kürədə qızardılmış da fe'l sifət tərkibi olacaq təyin. Və təyin mübtəda təyin, zərfli, tamamlıq xəbər. Cavabım oldu A variant. Belə uşaqlar. Burada yekunlaşdıraq indilik. Video müddət çox uzanmasın. 61-ci sualdan etibarən inşallah növbəti video izahlarımızda ardına baxarıq. Bu tipli izahların tez-tez gəlməyini istəyirsə, dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.